Herkese salam. Bugün sizlerle 6. sınıf riyaziyyat iş dəftərindən səhifə 20-dəki tapşırıqların izahlarına baxacağıq. Bir nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, şəkildə verilənlərə görə cədvəli tamamla. Şəkilə baxaq. Şəkildə görürük ki, bizə 5 dənə top verilib. 5 dənə topdan 3'ü qırmızı, 2'si göy rəngdədir. İndi cədvələ baxaq. Cədvəldə boş yerləri tamamlamalıyıq. Nisbət verilib, nisbətin yazılışı və oxunuşu verilib. İndi baxaq birincinə. Yazılıb ki, göy toplarının sayının qırmızı toplarının sayına nisbəti 2/3 kimidir. Baxın, həqiqətən də 2 dənə göy top var, 3 dənə qırmızı. Göy toplarının sayı 2'dir, qırmızı toplarının sayı 3. Göy toplarının sayının qırmızı toplarının sayına nisbəti olur 2/3. Bu nisbəti biz həm də kəsr xətti şəklində də yaza bilərik. Baxın, göy toplarının sayı neçədir? 2. Qırmızı toplarının sayı 3. Göy toplarının sayının, yəni 2'nin 3'ə nisbəti. Baxın, kəsir şəklində də yaza bilərik. Kəsir xətti bilirsiniz ki, bölmə əməlidir. 2/3, yəni 3/2 şəklində yaza bilərsiniz. Oxunuş olaraq da yazırsınız ki, 2'nin 3'ə nisbəti. Daha sonra yenə də nisbət verilib, yazılıb ki, qırmızı topların sayının göy topların sayına nisbəti. Qırmızı topların sayına baxsaq, 3 dənə qırmızı top var. Qırmızı topların sayının, yəni 3'ün göy topların sayına, yəni 2'yə nisbətini yazıram. Baxın, burada baxsaq, kəsir şəklində də 2'də 3 verilib, yəni 3/2. Daha sonra oxunuşunu da yazırıq ki, 3'ün 2'yə nisbəti. Üçüncüsünə baxaq. Deməli, burada yazılıb ki, nisbət, yazılış, oxunuş. Təkcə oxunuşu verilib. 3'ün 5'ə nisbəti. Gəlin digərlərini toplayaq. 3'ün 5'ə nisbəti kəsir şəklində yazıram, baxın. 3/5. Belə də yazıram, 3/5. Daha sonra birinci xananı dolduraq. Bunu sözlü şəkildə deməliyik. Deməli, necə bir nisbət qura bilərik burada? Gəlin baxaq. 3'ün 5'ə nisbəti. 3 dənə burada qırmızı top var, görürsünüz. Yaza bilərik ki, qırmızı topların 5 dənə nə var? 5 dənə də ümumi top var. Yaza bilərik ki, burada, baxın burada, qırmızı topların ümumi toplarının sayına nisbəti. Belə. Daha sonra keçək aşağı ondan sonrakına. Baxın. 5/3. Yazılış kimi 5/3 yazıb. Bunu kəsir şəklində gəlin yazaq. 5/3. Yəni 3'də 5 kimi. Oxunuşunu yazırıq. 5'in 3'ə nisbəti. Baxın burada. Yazırıq 5'in 3'ə nisbəti. Daha sonra nisbət kimi necə yaza bilərik? Baxaq 5 dənə nə var burada? 5 dənə ümumi top var. Deməli, ümumi topların 3 dənə nə var? Qırmızı top. Ümumi topların qırmızı topların sayına nisbəti. Bu şəkildə yaza bilərik. Ümumi topların qırmızı topların sayına nisbəti. Yəni 5'in 3'ə nisbəti. Daha sonra keçək digərinə. Burada da oxunuşu verilib 5'in 2'yə nisbəti. Gəlin bunun yazılışını yazaq. Birinci kəsir şəklində yazıram. 5'in 2'yə nisbəti. Baxın. 5/2. Burada da yazıram. 5/2. Daha sonra nisbəti tapıram. Deməli, 5'in 2'yə nisbəti. 5 dənə ümumi top var. Deməli, ümumi topların sayının 2 nədir? Göy top. Ümumi topların sayının göy toplarının sayına nisbəti. Baxın, bu sözdə burada yazırsınız nisbət hissəsində. 5 dənə ümumi top var. 2 dənə də göy top. Ümumi toplarının sayının göy toplarının sayına nisbəti. Daha sonra keçək ən sonuncuna. Baxın, kəsir şəklində verilib. Nisbət bizə yazılışı verilib. 2/5 kimi. Deməli, burada da yazmalıyıq 2/5. Daha sonra nisbətə baxaq. Göy toplarının sayının topların ümumi sayına nisbəti. Baxaq, neçə göy top var? Bəli, 2 göy top var. Ümumi topların sayı da 5 dənədir. Oxunuşu da yazırıq ki, 2'nin 5'ə nisbəti. Baxın, burada yazırsınız. 2'nin 5'ə nisbəti. Keçək digərinə baxaq. 2 nömrəli tapşırığımıza baxaq. Verilib ki, şəkildə verilənlərə görə tələb olunan nisbəti yaz. Bu nisbətin tərsini yaz və nəyi göstərdiyini izah et. Baxın, burada yazmağa, sözlü şəkildə yaza bilmirəm. Mən sözlü şəkildə deyəcəm sadəcə. Birinci variantına baxaq. Topların sayının qazların başlayın, top yox. Deməli, toyuqların sayının qazların sayına nisbəti. Toyuqlar yuxarıda verilənlərdir, qazlar da aşağıda. Baxaq, neçə toyuq var? Baxın, tərifi yazıram. T bərabərdir. 1, 2, 3, 4, 5. 5 dənə toyuq var. Neçə qaz var?
4 dənə də qaz var. 4 dənə qaz, 5 dənə toyuq var. Baxaq. Bir dəqiqə. Toyuqların sayının qazların sayına nisbəti. Bunu necə yaza bilərik? Toyuqların sayının neçə toyuq var? 5. Qazların sayı neçə? 4. Yəni 5-in 4-ə nisbəti. 5 bölünsün 4. Toyuqların sayının qazların sayına nisbəti. Bu nisbətin tərsi necə olar? 4-ün 5-ə nisbəti olar. Yəni 4 bölünsün 5. Bunu deyir ki, tərsini yazdıq və nəyi göstərdiyini izah edin. Baxın, burada nəyi göstərdiyi bu yerdə yazın ki, baxın, 4-ün 5-ə nisbəti nəyi göstərir? 4 dənə burada nəyin sayıdır? 4 dənə qazların sayıdır, 5 dənə də toyuqların sayı. Qazların sayının toyuqların sayına olan nisbətini göstərir. Yəni, bunun tərsi. Baxın, A variantda deyirdik ki, toyuqların sayının qazların sayına nisbəti. Tərsi də olacaq ki, qazların sayının toyuqların sayına nisbəti. B variantına baxaq. Qazların sayının quşların ümumi sayına nisbəti. Neçə qaz var? 4 qaz var. 4-ün ümumi quşların ümumi sayına nisbəti. Ümumi neçə quş var? 5 dənə. 5 dənə toyuqdur. Bağışlayın, 5 yox, 9. 5 dənə toyuqdur, 4 dənə də qazdır. Cəmi də elədi 9. Ümumilikdə 9 dənə quş var. Yəni, qazların sayının 4 dənə qaz var. Quşların ümumi sayına, yəni 9-a nisbəti 4 böl 9 kimi yazdıq. Bunun tərsini də yazmaq istəsək, yazırıq ki, 9 bölünsün 4, yəni tərsini yazırıq. Bunun nəyi göstərdiyini də ifadə edək. Baxın, burada yazarsınız. 9 nəyi göstərir? Ümumi quşların sayı, 4 də qazların sayı. Yazırsınız ki, ümumi quşların sayının qazların sayına nisbəti. Ümumi quşların sayının qazların sayına nisbəti. Belə. Keçək C variantına baxaq. Yazılıb ki, quşların ümumi sayının toyuqların sayına nisbəti. Ümumilikdə neçə quş var? 9 dənə quş var. Quşların ümumi sayının nəyə nisbətini yazırıq? Toyuqların sayına. Neçə toyuq var? 5 toyuq var. 9 bölünsün 5. 9-un 5-in nisbəti kimi yazırıq. Nisbətin tərsi də olur ki, 5 bölünsün 9. Bu nəyi göstərir, nəyi izah eləyir? Deməli, bu da 5 toyuq sayıdır. Toyuqların sayının ümumi quşların sayına nisbətini göstərir. Bir də deyirəm, toyuqların sayının ümumi quşların sayına nisbəti. 3 nömrəli tapşırığa baxırıq. Yazıb ki, fiqurları qırmızı və ya yaşıl karandaşla elə rənglə ki, qırmızı fiqurların sayının yaşıl fiqurların sayına nisbəti 3 bölünsün 1 olsun. Bu nə deməkdir? Yəni, elə rəngləməliyik ki, baxın, bir dəqiqə baxın. Qırmızı fiqurların sayının yaşlı fiqurların sayına nisbəti 3 bölünsün 1 şəklində olmalıdır. Bu nə deməkdir? Yəni, qırmızı fiqurların sayı yaşıl fiqurların sayından 3 dəfə çox olmalıdır. 3 dəfə çox. Yəni, hər dəfə bir dənə yaşıl fiqur rəngləyin zaman 3 dənə qırmızı rəngləyin. Bir dənə yaşıl rəngləyin zaman 3 dənə qırmızı rəngləyin. Baxın, indi rəngləyək, sonra sizə nisbəti göstərərəm. A variantında bir dənəsini yaşıl rəngləsək, tutaq ki, bu yaşıldır. 3 dənəsi qırmızı olmalıdır. Q yazıram. Biri yaşıl, 3'ü qırmızı. İndi görün, baxın, nisbəti yazanda 3 dənə qırmızıdır, 3 bölünsün bir dənə yaşıl, 3'ün 1'ə nisbəti olur. Bu belə, B variantında. Dediyim kimi, B variantında baxın elə, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə figur var. 8 dənə figur var. Biz hər dəfə bir dənə yaşıl rəngləyən zaman 3 dənə qırmızı rəngləsək, artıq tapa bilərik. Baxın, bu olsun yaşıl, bu yaşıl oldusa 3 dənə qırmızı rəngləməliyəm. Q. Baxın, daha sonra bunu da yaşıl rəngləsəm, buna görə 3 dənə qırmızı rəngləməliyəm. Baxın, 3 dənə də qırmızı rənglədim. İndi gəlin həqiqətən yoxlayaq. Neçə dənə yaşıl rəngləmişəm? 2 dənə. Neçə dənə qırmızı rəngləmişəm? 6 dənə. Baxın, nisbəti yazsaq, 6 bölünsün 2 olacaq. Bu nisbətin də hər iki tərəfini 2-yə bölsək, baxın, qalacaq. 6-nı 2-yə böləndə 3, 2-2-ni böləndə 1. Daha sonra keçək C variantına. Baxın, dediyim kimi, bir dənə yaşıl rənglərində 3 dənə qırmızı. Bir dənə yaşıl, 3 dənə qırmızı. 1, 2, 3 dənə qırmızı. Təzədən bir dənə yaşıl rənglərində 3 dənə qırmızı. 1, 2, 3. Təzədən bir dənə yaşıl rənglərində 3 dənə qırmızı. 1, 2, 3. 3 dənə qırmızı. Dediyimi elədim. İndi gəlin baxaq, həqiqətən də 3-1 nisbətinə gəlir ya yox. Neçə yaşıl var? 3 yaşıl var. Neçə qırmızı var? Deməli, 9 dənə qırmızı var. Qırmızının sayının, yəni 9-un
yaşlının sayını, yəni 3-ə nisbətini yazaq. Hər tərəfi 3-ə bölsək, 9 3 dəfə bölünür, 3 isə 1 dəfə bölünür. Həqiqətən də 3-ün 1-ə nisbətini almış olur. Belə. Səhifə 20-dəki tapşırıqların da sonuna gəldik. Digər səhifənin də izahlarını kanala yerləşdirəcəm. Sağ olun, kanala abunə olub videoları bəyənməyi unutmayın.